Salam. Bugün biz maddələr mübadiləsi ilə tanış olacağıq və maddələr mübadiləsinin bir qolu olan energetik mübadilənin mexanizmi ilə tanış olacağıq. Tanış olmamışdan öncə bu mexanizmlə biz maddələr mübadiləsi nədir, maddələr mübadiləsi nəticəsində hansı maddələr daxil olur, hansı maddələr xaric olur, onunla tanış olaq. Demək, maddələr mübadiləsi və sözdən göründüyü kimi mübadilə alış-veriş prosesidir. Yəni, hüceyrəyə müəyyən maddələr daxil olur. Həmin maddələrin içərisində qida maddələri var, su var, mineral duzlar var, oksigen və digər maddələr hüceyrəyə daxil ola bilir. Qida maddələrinin tərkibində zülallar, yağlar və karbohidratlar, vitaminlər və digər maddələr daxil ola bilir və hüceyrə xarici mühitə qida maddələrinin son parçalanma məhsulları, gəlin tanış olaq. Zülalların son parçalanma məhsulları karbon qazı, su, amonyakdır. Karbohidratların son parçalanma məhsulu karbon qazı, sudur. Yağların son parçalanma məhsulu karbon qazı və sudur. Və gördüyünüz kimi bütün bu parçalanma məhsulları müəyyən ifrazatda iştirak edən orqanlar vasitəsilə xaric olunur ki, karbon qazı ağciyərlərlə, su tər vasitəsilə, sidik vasitəsilə, nəcis vasitəsilə xaric oluna bilir. Amonyak isə yenə də müxtəlif sidiyin tərkibində müxtəlif maddələr şəklində xaric olunur. İnsan bədənində amonyak qaraciyərdə sidik cövhərinə çevrilir. Sidik cövhəri isə böyrəklər, az bir qismi isə tər vasitəsilə xaric olunur. Demək, xaric olunan məhsullar içərisində qida maddələrinin son parçalanma məhsulu var. Xaric olunan məhsullar içərisində suyun artığı var, duzun artığı var və təbii ki, karbon qazı xaric olunan məhsulların içərisində var. Gördüyümüz kimi, maddələrin daxil olması və xaric olması maddələr mübadiləsinin tərkib hissəsini təşkil edir. Maddələr mübadiləsi o zaman hansı orqanlar sistemi maddələr mübadiləsində iştirak edir? Həzm, tənəffüs və ifrazat. Bu üç proses bizə maddələr mübadiləsini təsvir edir. Maddələr mübadiləsinin digər adına metabolizm də deyirik. Metabolizm Yunan sözü olub, metabole çevrilmə deməkdir. Maddələr mübadiləsi iki əsas prosesin cəmini təşkil edir. Anabolizm. Anabolizm Yunanca anabole, qaldırmaq və ya assimilyasiya, birləşmək, mənimsəmək deməkdir. Və eyni zamanda bütün bu proseslər, yəni anabolizm nəticəsində plastik mübadilə gedir. Plastikoz yapmaq, düzəltmək deməkdir. Bir daha qeyd edirik. Demək, maddələr mübadiləsi iki prosesin cəmidir. Anabolizm və yaxud assimilyasiya və yaxud plastik mübadilə də deyə bilərik. Bu proses nəticəsində müəyyən sadə maddələr birləşərək mürəkkəb molekulalar əmələ gətirir və bu zaman enerji udulur. Məsələn, fotosintez reaksiyaları, amin turşuların birləşib zülalların əmələ gətirilməsi, monosaxaritlərin birləşib polisaxaritlər əmələ gəlməsi anabolizm proseslərinə aiddir. Maddələr mübadiləsinin digər istiqaməti isə katabolizmdir. Katabolizm digər adı energetik mübadilə adlanır. Və katabolizm katabole dağılma, tullanma deməkdir. Energetik mübadilədə mürəkkəb maddələr parçalanır və sadə maddələr əmələ gəlir və eyni zamanda burada enerji ayrılır. Ona görə də adı ona uyğun olaraq energetik mübadilə adlanır. Katabolizm nəticəsində enerjinin ayrılması nəticəsində ayrılan enerjidən orqanizm istifadə edir. Enerjinin bir qismini istilik şəklində xaric edir, yəni bədən istiliyinin tənzimləməsində iştirak edir və enerjinin digər hissəsi isə ATF şəklində ehtiyat halında toplanır.
ATF nədir? ATF adenozin trifosfat turşusudur. Adenozin trifosfat turşusu hüceyrəni enerji ilə təmin edən üzvü maddədir. Enerji mənbəyi hesab olunur. Kimyəvi tərkibinə görə nukleotiddir. Adenozin trifosfat turşusunun tərkibində azotlu əsas olan adenin, karbohidratı, pentozası, ribozadır və 3 fosfat turşusu qalığından ibarətdir. 3 fosfat turşusu qalığı arasında olan rabitə makroergik rabitə adlanır. Bir makroergik rabitə özündə 40 kilojol enerjini daşıyır. Demək, ATF molekulasında 3 fosfat turşusu qalığı var və 3 fosfat turşusu qalığı arasında 2 makroergik rabitə var. Və həmin makroergik rabitə, bir makroergik rabitə 40 kilojol enerji daşıyırsa, demək ATF molekulasında 80 kilojol enerji toplanır. Bir ATF molekulu su ilə hidrolizə uğrayaraq bir fosfat turşusu ayrılaraq tərkibindən ADF-ə çevrilir. ADF-də fosfat turşusunun 2 dənə fosfat turşusu qalığı iştirak etdiyinə görə və 2 fosfat turşusu qalığı arasında bir makroergik rabitə olduğuna görə ADF özündə 40 kilojol enerji toplayır. Yenə ADF özündən suyun hidrolizi vasitəsilə bir molekul fosfat turşusu ayıraraq AMF-ə çevrilir. AMF-də isə fosfat turşuları bir dənə olduğuna görə makroergik rabitə olmur. Yəni AMF adenozin monofosfat turşusu özündə enerji daşımır. Mitoxondrinin quruluşu ilə tanış olaq. Mitoxondri 2 membranlı orqanoiddir. Xarici membran hamardır. Xarici membran 2 lipid cərgəsindən təşkil olunubdur. Qat olaraq bir lipid qatından təşkil olunub. Daxili membran qırışlıdır. Qırışlar kris adlanır və kris sözünün mənası pipik çıxıntı deməkdir. Daxili membran içərisində olan maye matriks adlanır. Matriksin içində DNT, RNT, ribosom, fermentlər yerləşir. Demək, DNT-nin olduğuna görə mitoxondri öz-özünü ikiləşdirən bir orqanoiddir. DNT, RNT, ribosom olduğuna görə zülal sintez edən orqanoiddir. Və mitoxondri hüceyrənin hüceyrənin içərisində olan ATF-in hazırlanmasında istifadə olunur. Hansı ki, o ATF mitoxondridə hazırlanır və bütün hüceyrədə gedən biokimyəvi reaksiyaların gedişatında həmin enerjidən, ATF-də toplanmış enerjidən hüceyrə istifadə eləyir. Keçirik energetik mübadilənin mərhələlərinə. Bildiyimiz kimi, yenə də dediyim kimi, energetik mübadilə maddələrin parçalanmasıdır və maddələrin parçalanması nəticəsində enerji ayrılır. Ayrılan enerji bir qismi ATF şəklində toplanır. Necə gedir? Energetik mübadilənin 3 mərhələsi var. Birinci mərhələ hazırlıq mərhələsi adlanır. Hazırlıq mərhələdə mürəkkəb üzvü birləşmələr sadə üzvü birləşmələrə qədər parçalanır. Və insan bədənində bu proses təbii ki, həzm kanalında 12 barmaq bağırsaqda gedir. Nişasta parçalanır glikozaya. Zülal parçalanır. Təbii ki, zülalın monomeri amin turşularına. Və yağlar parçalanır gliserin və yağ turşularına. Glukoza qana sorulur. Amin turşuları qana sorulur. Gliserin və yağ turşuları isə limfaya sorulur. Və limfa körpücük altı vena ilə yuxarı boş venaya gəlib, yəni körpücük altı venaya tökülərək yenə də gliserin və yağ turşularını yağa qaytarır. Bu proses hazırlıq mərhələsi adlanır və energetik mübadilənin birinci mərhələsidir. Bu proses nəticəsində az miqdarda istilik enerji ayrılır ki, həmin enerjinin hamısı istilik şəklində xaric olunur. Energetik mübadilənin ikinci mərhələsi hüceyrənin sitoplazmasında gedir. Necə olur? Qana keçmiş qlukoza hüceyrələrə gətirilir. Və ikinci mərhələ hüceyrənin sitoplazmasında gedir. Glukoza sitoplazmaya daxil olubdur və həmin glukoza sitoplazmada fermentlərin iştirakı ilə parçalanır. 1 mol glukozanın parçalanmasından ilk öncə piro üzüm turşusu alınır, daha sonra süd turşusu alınır. 1 mol glukozanın parçalanmasından 2 mol süd turşusu alınır. Və bu zaman
Qlukoza parçalanır, natamam parçalanma gedir, yəni tam parçalanma getmir. Ona görə də energetik mübadilənin ikinci mərhələsi natamam parçalanma, oksigensiz mərhələ, qlikoliz mərhələ və yaxud anaerob tənəffüs də adlanır. Demək, proses sitoplazmada getdi, qlukoza parçalandı, qlukozanın parçalanması nəticəsində 2 mol süd turşusu əmələ gəldi, 2 mol ATF əmələ gəldi və təbii ki, ADF fosfat turşusunu qəbul eləyərəkdən 2 mol ATF və 2 mol su əmələ gəldi. Bu zaman 200 kJ enerji ayrılır ki, 200 kJ enerjisi 120 kJ istilik, 80 kJ ATF şəklində toplanır. Demək, sitoplazmada yerləşən süd turşusu artıq mitoxondrinin içərisinə keçir və üçüncü mərhələ mitoxondrinin içərisində gedir. Mitoxondrinin çəkək, mitoxondrinin xarici membranıdır və mitoxondrinin daxili membranı. Daxili membranı təbii ki, krist adlanır. Daxili membranın içərisi matriks adlanır. Proses matriksdə gedir. Demək, nə gedir? Matriksdə süd turşusu olur. Süd turşusu hidrolizə uğrayır. Ona görə də bu prosesin adına hidroliz də deyə bilirik. Eyni zamanda oksigenli mərhələdə deyə bilirik. Süd turşusunun hidrolizi nəticəsində karbon qazı və 24 hidrogen proton əmələ gəlir. Təbii ki, 2 mol süd turşusunun nəticəsində. Hidrogen matriksdə yerləşir. Hidrogen protonu elektron itirərək müsbət yükə çevrilir və həmin hidrogen, müsbət yüklü hidrogen daxili membranın xaricində toplanır və xaricdə müsbət yüklər əmələ gətirir. Hidrogeni, demək, hidrogen elektronu itirdi və hidrogen müsbət yükə çevrildi. Hidrogen itmiş elektronu yenə də matriksdə yerləşən və tənəffüs nəticəsində hüceyrəyə daxil olan oksigenlə birləşir. Və oksigen elektron alaraq oksigen mənfi yükə çevrilir və mitoxondrinin daxili mənfi yüklə təmin olunur. Gördüyümüz kimi, xaricdə müsbət yüklər, daxildə mənfi yüklər olur. Müsbət və mənfi yüklərin potensial fərqi 200 mV olduqda yenə ATF sintetaza kanalı açılır. Müsbət yüklü hidrogenlər sürətlə mənfi yüklü oksigenə doğru gələrkən burada enerji ayrılır və ayrılmış enerji ATF şəklində toplanılır. Bir qismi isə istilik şəklində ayrılır. Yekun tənliyə baxırıq. Demək, süd turşusu burada oksigen də iştirak elədiyinə görə 36 mol ADF, 36 mol fosfatla birləşir. Son olaraq 6 mol karbon qazı, 42 mol su, 36 mol ATF və 2600 kJ enerji əldə olunur. 2600 kJ enerji 1160 kJ istilik şəklində ayrılır, 1440 kJ isə ATF şəklində toplanır. Daxil olmuş müsbət yüklü hidrogenlər mənfi yüklü oksigenlə birləşərək yenə su və oksigen molekulası əmələ gətirilir. Bu formada artıq energetik mübadilənin üçüncü mərhələsində tamamilə qlukoza parçalanır karbon qazı və suya. Ona görə də tam parçalanma reaksiyası bu cürdür. Energetik mübadilənin ikinci və üçüncü mərhələsini toplayaraq reaksiyanın son yekun tənliyini də yaza bilərik. Onu da qeyd eləyək ki, bir hüceyrənin içərisində hazırlanmış ATF digər hüceyrənin içərisinə daxil ola bilməz. Hər hüceyrə öz ATF-ni özü sintez eləyir. Aylar qış yuxusu zamanı bədəndə olan qida maddələrini, yəni pi şəklində toplanmış qida maddələrinin parçalanması nəticəsində alınmış enerjinin hamısını istilik şəklində xərcləyirlər. Yəni ATF şəklində toplanmır. Ayların piyindən alınmış enerjinin heç bir hissəsi ATF şəklində toplanmır, ancaq onun bədənin istiliyini tənzim eləyir. Bu qədər.